İmtahana girəndə ən vacib şey panika etməməkdir. Birinci, bütün suallara qısa göz gəzdir. Asan sualları əvvəl həll et ki, özünə inamın artsın. Bir suala çox vaxt sərf etmə. Alınmırsa keç, sonra geri qayıt. Vaxtını düzgün bölmək çox vacibdir. Sualı diqqətlə oxu. Bir çox səhv tələskənlikdən olur. Cavabı bilməyəndə variantları silərək yaxınlaş. İmtahandan əvvəl ağır yemək yemə və çox kafein içmə. Yaxşı yatmağa çalış, çünki yuxusuz beyin zəif işləyir. Həyəcan gələndə nəfəsini kontrol et. 4 saniyə nəfəs al, 4 saniyə saxla, 4 saniyə yavaş ver. Və ən vacibi, özünə inan. Hər şeyi bilməliyəm yox, əlimdən gələnin ən yaxşısını edəcəyəm düşün. Unutma, asan suallar, orta suallar, çətin suallar, yoxlama. Uğur səninlə olsun.